Salam, beyin insultundan sonra bərpa prosesi çox mərhələli və mürəkkəbdir. Bu, adətən insultun növündən, işemik və ya hemoragik insult olmasından, zədənin yerindən və ağırlığından, pasiyentin yaşından və pasiyentin ümumi sağlamlıq vəziyyətindən asılıdır. Bərpa prosesi bir neçə mərhələdən ibarətdir. Kəskin mərhələ ilk 24 və 72 saat bu dövrdə pasiyentin həyati vacib funksiyalarının stabilləşdirilməsi lazımdır. Erkən reabilitasiya mərhələsi ilk həftə 3 ay ərzində, uzun müddətli reabilitasiya 3 həftə 6 ay müddətində. Əgər siz də insultdan qorunmaq istəyirsinizsə, arterial təzyiq, şəkərli diabet, xolesterin daim nəzarətdə saxlamalı, davamlı fiziki aktivliklə məşğul olmalı, siqaret, alkoqoldan imtina etməli, təkrar insult riskinin qarşısını almaq üçün dərman qəbuluna davam etməlisiniz. Hər zaman sağlam olun, sizin nevroloq Dr. Jalə Qarayeva.